Xoş gördük əziz dinləyicilər. Nəyin bahasına olursa olsun, biz İranı həmişə tənqid edirik və İranın Azərbaycanın və Azərbaycan dövlətçiliyinin hər zaman düşməni olduğunu. Məhz 1925-ci ildən sonra İranda istər Pəhləvilər olsun, istərsə də bu Molla rejimi olsun, bu bir Fars rejimidir və bu bir Sasani ideologiyasına söykənən bir dövlətdir. Və bu günləri biz onun xislətini çox gözəl bilirik. Amma nəyin bahasına olursa olsun bu günləri məhz Azərbaycana atılan o dron, istər bilərəkdən, istərsə də bilərəkdən olmadan baş vermiş bu hadisə nəyin bahasına olursa olsun biz buna əlbəttə sərt cavab verməyin mən şəxsən tərəfdarı deyiləm. Biz bu məsələni müəyyən mənada diplomatik çərçivədə bu fəsadı özümüzdən rədd etməliyik. Biz ümumiyyətlə İranla müharibəyə hazırlaşmamalıyıq. Bu günlərə İran mollalarının da içində bəziləri var ki, biz sizi şumlayarıq, biz sizi belə elərik, biz sizi elə elərik. Baxın mənim əzizlərim, biz siyasət kabadaylıq deyil, siyasət mən səndən qorxuram və yaxud da qorxmuram deməklə deyil. Bu gün İran eyni hadisəni illərdir edirdi. Bugün başına hansı iş gəldi? Biz də qorxmuruq, şirin quyruğu ilə oynaman çox deyirdilər, düzdürmü? Bu günləri nə oldu? Hə, qorxmuruq, amma sənin ölkən məhv olur. Amma sənin vətəndaşın müflis vəziyyətə düşür. Sənin ölkən darmadağındır və bugün girməyə yer axtarırsın. Görürsünmü? Biz də bunlardan istifadə etməməliyik. Çünki biz kifayət qədər ağıllı bir millətik. Yoxsa biz də bunların eyforiyasında bunlara cavab versik, onda biz də olarıq kələmbaş, biz də olarıq molla, biz də olarıq Rusun vəziyyətində. Baxın, görün dünyada hansı təbliğat aparırlar? Biz bütün dünya ilə vuruşuruq. Bunu kim deyir? Rus trolları deyir və İran trolları deyir. Görün siz normal ağıllı bir Alman belə bir söz deyər, İngilis belə bir söz deyər. Onun hökumətinin gözünü çıxardar xalq ki, sən kimsən ki dünya ilə vuruşursan? Bu yalnız geri zəkalı, əlbəttə millətlərə aiddir, sistemlərə aid olan məsələdir. Ona görə bunu Rusiya istifadə edir, İran istifadə edir. Biz də bunlardan istifadə etməməliyik. Biz nəyin bahasına olursa olsun, hətta 3 dənə yox, İran bizə 10 dənə də drone atsa, biz buna diplomatik cavab verib çalışmalıyıq, bu məsələyə daxil olmayaq. Biz öz ordumuza hazır ol əmri verməliyik. Biz bundan çoxdan danışırdıq verməliyik. Müharibə başlamamışdan əvvəldir. Amma ona görə yox ki, biz İrana hücum eləyək. Ona görə yox ki, biz bu günləri İranla vuruşaq. Bu gün İranla vuruşan vuruşur, İranı məhv eləyən edir. Biz öz xalqımıza hər hansı bir zərbənin dəyməsini, öz oğlumuz, öz övladlarımızın orada şəhid olmasını qəti imkan verməməliyik. Bizim o ərazidə öldürüləcək, itiriləcək övladımız yoxdur. Kimlərsə burada müəyyən vətən şüvənlikdən istifadə edə bilərlər. İstifadə etsinlər, amma bu yanlış hərəkətdir. Bizim ordumuz hazır olmalıdır. Türkiyə ilə birlikdə hazır olmalıdır. Bax, bugün Kürd yaraqlıları daxil olur. Baxın, bu günləri IŞİD ora daxil ola bilər. Daxil olsa Güney Azərbaycanlara zərbə vuracaq. Biz o kəşfiyyatları apara biliriksə aparmalıyıq. Türkiyə ilə güclü işləməliyik. Amerika ilə işləməliyik. İsrail ilə işləməliyik. Nə üçün? Yalnız və yalnız İran dağılarsa, İranda hər hansı bir hadisə baş verərkən ki, orada Güney Azərbaycanlılar ağır vəziyyətə düşür. Bax, buna müdaxilə etmək üçün, bunun qarşısını almaq üçün biz bu barədə çalışmalıyıq. Yoxsa bu günləri bizim hər hansı bir müharibəyə hazır olaraq dağıdarıq, sökərik ritorikası doğru deyil. Ən çox İranı tənqid edən insanlardan biri mənəm. Amma ağlı səlim düşünərək, beyinlə, rasional addım atmaqla bizim nəyimizə lazımdır? Bu günləri zaten yaralı olan, bu gün zaten can verən bir ordunun üstünə biz də gedək, biz də orada 3 dənə tutaq ki, Allah eləməsə şəhidimiz olsun. Niyə? Bizə lazımdır bu? Qəti bu bizə lazım deyil. Biz sadəcə olaraq Güney Azərbaycanlıları düşünməliyik. Biz İranda hər hansı bir parçalanma olduqda nə etməliyik deyə indidən düşünməliyik. Biz yalnız və yalnız bunu düşünməliyik. Bizim başqa heç bir ora sərt surətdə İrana etiraz bildirməyin də yeri yoxdur. Çox təhlükəlidir. Söyməyin də yeri yoxdur. Lazım deyil. Sadəcə biz məqamı gözləməliyik. Bu günləri artıq bir həftə tamam oldu. İndi ikinci həftədə mən sizə deyim ki, şəxsən mən 2 həftə demişəm ki, 2 həftəyə demək ki, tablo bəlli olacaq. Bugün İranın zərbələri də 80% azalıb. Bir həftədən sonra da zaten bu öləcək. Yəni ölən bir şey üzərinə getmək lazım deyil. Biz diplomatik səviyyəmizi saxlamalıyıq və İran mollalarının, Rus trollarının ağlı ilə hərəkət etməməliyik. Təşəkkür edirəm.